biz onun burnuna damğa vuracağıq. Həqiqətən biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi, onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər və heç bir istisna da etməmişdilər. Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü. Bağ yanıb zülmət gecə kimi qapqara oldu. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar. Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin. Onlar bağa yollandılar. Yol boyda bir-birlərinə belə pıçıldayırdılar. Bugün oraya, yanınıza heç bir kasıb girməsin. Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər. Bağı görəndə isə belə dedilər: deyəsən biz düz gəlməmişik. Xeyr, biz bu bağın xeyrindən məhrum olmuşuq. Onların ən insaflısı dedi: məyər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi? Onlar dedilər: Rəbbimiz pakdır, müqəddəsdir. Həqiqətən də biz özümüzə zülm etmişik. Onlar dönüb bir-birlərini qınamağa başladılar və dedilər: vay halımıza, biz həddi aşanlarıq. Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür.